şikayətnamə əsərini yazır və burada feodal idarə üsulunu tənqid edərək deyir, salam verdim, rüşvət deyil deyə almadım. Ümummilli liderimiz Heydər Əliyevin 1994-cü ildə şairin 500 illiyi ilə əlaqədar gördüyü üzrə Dövlət Komissiyasının iclasında söylədiyi, Füzuli xalqımız arasında nə qədər məşhur olsa da, onun dahiliyi, yaradıcılığının dərinliyi heç də hamıya məlum deyildi. Fikri bu baxımdan tamamilə əsaslıdır. Şikayətnamə çıxış edir Laçın rayon 21 saylı tam orta məktəbin şagirdləri. Bir dövrdəyəm ki, nəzm olub xal, əşar olub, kəsaldi, əsal. Sənin bu dərdini axı kimi anlar? Ah qədim əyyamlar, köhnə zamanlar, hanı qiymət qoyan şeirə, sənətə, zamanlara düşür, insan möhnətə. Bir gün bir qənaətçil həyat keçirən şair, necə olursa, ulu, qədirli olmaq, padişahdan lütf görmək xəyalına düşür. Sultan Allah'ın kölgəsidir, doğru hədisdir. Ondan üstü vermək rəva deyil. Xülasə, uca dərgahdan bir pay olub, dövlət adamlarından kömək və saadət əldə eləmək istəyirlər. Dövlət adamlarına şair vəqf təyin edir. Van bu ayda 9 ağzıya təqaüd təyin edir. Və bir səhər Füzulinin qapısı döyülür. Müjdəçilər uğurlu bir göstəriş ilə şairə bağlı təqdim edirlər. Buyurun. Aleykümselam. Bu mərasimdə zat alimmiş, Sultan Süleymanın zalımının əmri ilə Şahın yadına hardan düşmüşəm mən birdən? Bunu yazan əllərə afərin. Bir xəttə bax. Nə gözəl ənbar saçan, müşk yayan vərəq. Əfsus ki, bu fərəq elə də uzun sürmür. Neçə idarələrdə sürünür, ancaq o yenə də ümidini kəsməyib divanxanaya doğru üz tutur. Salam əleykum. Ey ağalar, burada yanlış hərəkətdir. Niyə qaşqabağınızı sallamsınız? Bizim adətimiz həmişə belədir. Mənə sayğı göstərməyi vacib bilmişlər və mənə təqaüd bəratı vermişlər ki, ovqatdan faydalanam və asudəliklə padişaha dua eləyəm. Ay yazır, sənə zülm etmişlər. Səni getgəl vəziyyətinə salmışlar ki, daima faydasız yerə dava eləyəsən, nam-mübarək üzlər görür, nam-mülayim sözlər işləsən. Bəratımın məzmununa niyə əməl etmirsiniz? Səfail lazımı qədərdən artıqdır. Yerinə yetirilməsi mümkün deyil. Belə bir ovqat zəvaitsiz olarmı? Sarayın ehtiyacından artıq qalsa da bizdən qalarmı? Vəqf malını artıq xərcləmək günahdır. Pulumuz ilə saxlanmışıq, bizə halaldır. Hesab istəsələr bu hərəkətlərimizin ortaya çıxar. Bu hesab qiyamətdə alınır. Bu dünyada da hesab alınan xəbərini eşitmişik. Ondan da qorxumuz yoxdur. Katibləri razı salmışıq. Şair isə heç bir söz deməyə söz tapmır və çox peşmandır tapmır. Neylək? Bu bərat şeirimə, istidadıma. Sultan nə üçün məni aldatsın? Mən ki ondan heç nə istəməmişdim. Az başım, ağrımaz başım demişdim. Neylək? Əlimizdən nə gəlir? Şair səyirləşir otağında tək, işlədi gecələr bəzən süfədək. Yazdı bəratın içarətini, yazdı zəmanədən şikayətini. Sultanlar alçaldı, qalxdı sənətkar, verdi ədalətlə hökm
verirdi şairə sultan, sultana gülürdü cahanı şair. Thank you.